OKP varsa, mütləq ki, daxili bir tənqidçi var. Yəni daxildə hər birimiz özümüzlə gün boyu nələrsə danışırıq, deyirik, götür-qoy eləyirik, dəyərləndiririk, düzdürmü? OKP olduğu halda niyə daxili tənqidçi gün boyu susmur? Çünki illərlə böyüdüyü sürəcə hər hansı bir valideyn və yaxud hər iki valideyn daim hələ tənqid ediblər, çox tələbkar olublar, çox sərt qayda-qanunlar qoyublar, hansı qayda-qanunlara ki, mütləq şəkildə konkret olaraq riayət olunmalıdır. Həmin o valideynlərin səsi sonradan çevrilir, insanın öz daxilindəki səs olur. Və o səsdə onlar nələr deyirdisə, demək olar ki, aşağı-yuxarı eyni şeyləri siz özünüzə gün boyu deyirsiniz. Buradan biz nə nəticə çıxarırıq? O daxili səsi qısıtlamaq, o daxili səsi azaltmaq, onun üstünə getmək, onunla mübahisə etmək, ona göstərmək ki, xeyr. Bildinizmi necə? Yəni siz məsələn yenə də evladınızı, dostunuzu, yaxın insanınızı necə müdafiə edərsinizsə, o daxili səsə qarşı da özünüzü o cür müdafiə etməyiniz çox gərəkir. Bunu etməyə necə başlaya bilərsiniz? Müşahidə edərsiniz. Gördünüz ki, siz artıq gərginsiniz, sizdən OKP əminlik istəyir, məcbur eləyir ki, get bir də yu, get bir də yoxla, get bir də nəsə elə. Düzdürmü? Burada nədir? Burada tənqid var da, eləməlisən. Yəni burada tələb var. Tənqid var ki, nə mənada? Eləməsən, deməli sən pis birisən, deməli sən yetərsiz birisən, deməli sən ağılsızsan, deməli sən məsuliyyətsizsən, eləməsən. Başa düşdünüzmü necə? Yəni burada gizli hələ tənqid var və aşkar bir tələb var. Ona görə də onun səsini qısıtlamaq. Yox. Mən sənə tabe olmaq istəmirəm, olmayacağam da. Yox. Mən məntiqlə anlayıram ki, mən bir dəfə yudumsa, 2 dəfə maksimum yudumsa, bir dəfə yoxladımsa, bu bəs edir. Məntiqlə, real olaraq mən anlayıram ki, bu bəsdir. Bu yetərlidir. Yəni hər şəkildə fərqi yoxdur necə? Amma o daxili səsi çalışmalısınız. Bunu uzun müddət etmək, amma 1 gün, 2 gün, 3 gün yox. Bu yavaş-yavaş azalacaq. Bu azalacaq, yəni ki, siz bunu hər gün məsələn etsəniz, bu 2 ay içində əməlli azalmalıdır. İndi bir adamda 2 aya, birində 4 aya. Amma mütləq ki, bu yöndə çalışsanız, bu sizin gərginliklərinizdə, o obsessiyalar, kompulsiyalar da yavaş-yavaş zamanla itməlidir.